Salam əziz izləyicilər. Bugünkü videomuzda Pi Network haqqında danışacağıq. Pi nədir? Gələcəyin rəqəmsal pul haqqında həqiqətlər. Bugün sizə Pi Network layihəsini fərqli bir tərəfdən izah edəcəyəm. Pi-ni sadəcə kripto kimi deyil, gələcəkdə istifadə oluna biləcək rəqəmsal pul sistemi kimi düşünmək daha doğrudur. Pi internet üzərindən fəaliyyət göstərən, mərkəzləşdirilməmiş bir rəqəmsal ödəniş vahididir. Pi sisteminin məqsədi odur ki, insanlar banka ehtiyac olmadan, bahalı texnik avadanlıq olmadan, sadəcə mobil telefon vasitəsilə rəqəmsal pul ekosisteminin bir hissəsi ola bilsinlər. Layihə 2019-cu ildə ABŞ Stanford Universiteti məzunları tərəfindən başladılıb. Pi necə işləyir? Pi sistemində siz gündə bir dəfə daxil olursunuz, aktivlik düyməsini basırsınız, şəbəkədə iştirakınızı təsdiqləmiş olursunuz. Bu proses enerji sərf etmir və telefonun bataryasına təsir göstərmir. Burada əsas məntiq istifadəçi icmasının bölməsidir. Çünki hər bir rəqəmsal pulun dəyəri onu istifadə edən insan sayından asılıdır. Pi niyə rəqəmsal pul kimi qəbul olunur? Çünki məqsəd malların və xidmətlərin alış-verişində istifadə olunmaq, qlobal sərhədsiz ödəniş imkanı yaratmaq, istifadəçilər arasında birbaşa transfer sistemi qurmaqdır. Yəni bu sistem sadəcə alqı-satqı üçün deyil, gələcəkdə real iqtisadi model qurmaq üçün nəzərdə tutulub. Referans sistemi niyə var? Sistem təhlükəsizliyi və real istifadəçi bazası qurmaq üçün referans modelindən istifadə edir. Qoşulmaq üçün dəvət kodu tələb olunur. Əgər siz də bu rəqəmsal iqtisadiyyatın erkən iştirakçısı olmaq istəyirsinizsə, mənim referans kodumdan istifadə edə bilərsiniz. Mən öz referans kodumu videonun açıqlama bölməsində əlavə edəcəm. Ən gözəli də odur ki, burada heç bir yatırım, heç bir sərmayə tələb etmir. Sadəcə gündəlik işlətdiyiniz mobil telefona Pi Network proqramını yükləyib qeydiyyatdan keçməklə və daha sonra gündəlik bir knopka klikləməklə siz gündəlik Pi qazmış olursunuz. Siz gündəlik gələcəyin rəqəmsal pulu olan Pi-ni gündəlik bir düymə vurmaqla pulsuz əldə etmiş olursunuz. Pi Network-ı yükləmək üçün sadəcə giririk Play Market-ə. Play Market-də axtarış bölməsinə yazırıq Pi Network. Baxın, özü çıxdı. Pi Network. Məndə yüklü olduğu üçün az göstərir. Yüklə düyməsini vururuq, proqram yüklənir, ondan sonra qeydiyyatdan keçirik. Əgər qeydiyyatdan keçməklə bağlı nəsə probleminiz olsa, yorumlarda bildirin, köməklik göstərək. Yenə də kanala abunə olmağı, fikirlərinizi yorumlarda bildirməyi və videomuzu like etməyi unutmayın. Unutmayın ki, bu kanalda ancaq süzgeçdən keçmiş fikirlər, süzgeçdən keçmiş məlumatlar, sizin üçün lazımlı olan bir şeylər paylaşılacaqdır.